Həqiqətən yetimlərin mallarını haqsızlıqla yiyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb yaxan oda girəcəklər. Allah övladlarınız haqqında sizə belə tövsiyə edir. Kişiyə 2 qadının payı qədər pay düşür. Əgər övladların hamısı 2-dən artıq sayda qadındılarsa, vəfat edənin qoyub getdiyi malın 3də 2 hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının 6da 1 hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının 3də 1 hissəsi düşür. Əgər ölənin qardaşları varsa, onun anasına mirasının 6da 1 hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən Allah biləndir, müdrikdir. Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Yox, əgər onların övladı varsa, onda qoyub getdiklərinin 4də 1 hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın 4də 1 hissəsi zövcələrinizə çatır. Yox, əgər övladınız varsa, onda qoyub getdiyiniz malın 8də 1 hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın 6da 1 hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın 3də 1-nə şərikdilər. Bu bölgü vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah biləndir, həlimdir. Bunlar Allahın qoyduğu hüdudlardır. Kim Allaha və onun elçisinə itayət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və onun elçisinə asi olub, onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.